şirkətinin plantasiyaları var. Forever Living şirkəti dünyanın 170 ölkəsində avroya plantasiyalarla məşhurdur. 170 ölkədə artıq 47 il ki fəaliyyət göstərir. Şirkət bugün Parisdə böyük bir ralli keçirdi və Azərbaycandan 4 nəfər biz qatılmışıq bu ralliyə. Əgər siz də qatılmaq istəyirsinizsə, videonu paylaşan hər kəs bizim komandamızdadır. Forever Living şirkətinin məhsulları təbii aloe vera və arı məhsullarıdır. Şirkət Braziliyada, Dominik Cumhuriyyətdə, Arizona Phoenixdə boş tarlaları alıb ora aloe əkir və aloenin bərbədansız miller növüdür. Bilirsiniz ki, aloenin minə yaxın növləri var, amma ən yaxşı növü bərbədansız miller növüdür. Bu aloeni həm daxilə, həm də xaricdə istifadə edilərsiniz. Yəni, həm içə bilərsiniz, bax belə, bu aloedir, belə bir balaca növüdür. Bunu həm içə bilərsiniz, həm də sürə bilərik. Təbii kremlər var, dəriyə qulluq da var, təkcə daxilə qulluq deyil, mücurla ilə bağlayıb içmək olmur. Mühtəşəm bir dada sahibdir. Aloe insan neyir? Şahlarımızı təmizləyir, gəncləşdirir, gözəlləşdirir, sağlam edir bizi. Tərkibində enzimlər var, saponinlər var, nələr var Forever'ın məhsullarının tərkibində. Yəni, araşdırın, Forever bildiyiniz balaca şirkətlərdən deyil. Forever bildiyiniz balaca ölkələr bir neçə bitkiləri birləşdirib, bir-iki kutu hazırlayıb Azərbaycana gətirən şirkətdən deyil Forever. Forever bilsinizcə bir şirkətdir.